Salam müəllimlər, mən sizlərə bugün futbolda birinci və ikinci toxunuş hansı halda qol sayılır bu haqda danışacağım. Əvvəla birinci deyək, hansı hallarda qol sayılır, topa oyuna daxil etmək olur. Mərkəzdir, qapıdır, künc zərbəsidir, 11 metrlik penaltidir, sərbəst zərbə, mübahisəli top, yan xəttdən, cərmə zərbəsi. Bu hallarda toxunuşla top oyuna daxil edilir. Və birinci toxunuş hansı hallarda olur? Top mərkəzdən oyuna başlayan nə vaxt başlayır və hansı halda qoldur? Bu halda danışaq. Top mərkəzdən oyuna əsas əlavə hissə, əsas hissədə əlavə hissədə, bir də rəqibin qapısından top keçdiyi halda həmin komandanın oyuncusu gəlir, topu oyuna mərkəzdən daxil edilir. Yəni 3 halda. 9 metr 15 sm məsafə saxlayır və birinci toxunuşdan qol sayılır. Əgər topu öz qapımdan keçirərəmsə, bu halda rəqib küncdən zərbə ilə oyunu davam etdirir. Ümumiyyətlə, gəldik küncdən zərbəyə. Küncdən zərbə nə vaxt olur? Hansı halda baş verir? Küncdən zərbə müdafiə olunan komandanın oyuncusunun əlinə top dəyib arxa xəttdən çıxarsa, bu halda təyin edilir. Və bir də öz qapıma hansı hal olursa olsun, topu keçirirəmsə, bu halda küncdən zərbə təyin edilir. Və küncdən zərbə zamanında 9 metr 15 sm məsafə saxlanılır və birinci toxunuş qol sayılır. Gəldik qapıdan zərbə. Qapıdan zərbə. Qapıdan zərbə top nə zaman olur? Əgər hücum edən komandanın oyuncusu topu biz tərəfə qapıya atmış və qapıcı topu tutmuş, qoymamışsa qol olmağa. Bu halda hücum edən komandanın oyuncusuna dəyər top arxa xəttdən çıxarsa, bu halda qapıdan zərbə təyin edilir. Və qapıdan zərbə zamanı da cərimə meydançasından kənarda oyuncular durmalıdır. Bu da birinci toxunuşdan qol sayılır. Qapıdan zərbə zamanı 8 saniyə qaydası var. 8 saniyə ərzində topu oyuna daxil etməlidir. Və əgər daxil etməzsə, rəqib küncdən zərbə ilə oyunu davam etdirir. Gəldik cərimə zərbəsi. Cərimə zərbəsi hansı halda baş verir? Cərimə meydançasında baş verərsə, müdafiə olunan komanda tərəfindən bu halda baş verərsə, qayda pozularsa, buradan penalti təyin edilir. Əgər meydan daxilində əgər bu hansı halda olursa olsun, meydan daxilində, ümumiyyətlə cərimə zərbəsi nə deməkdir? Cərimə zərbəsi rəqibi itələmək, tutmaq, vurmaq, dartmaq, hətta belə deyil, kontaktlı əngəlləmək deməkdir ümumiyyətlə və ya topu əllə oynamaqdır. Ya bu hardan vurulur? Əgər meydan daxilində bu hadisələr baş vermişsə, harada bu hadisə baş verirsə, həmin hissədən cərimə zərbəsi təyin edilir və 9 metr 15 sm məsafə saxlanılır. Birinci toxunuşdan da nə olur? Qol olur. Gəldik biz penaltiyə. Biz penalti dedik. Dedik, yəni müdafiə edən komandanın oyuncusu cərimə meydançasında qayda pozarsa, bu halda 11 metrlik penalti təyin edilir. Bir də hansı halda penalti təyin edilir, 11 metrlik penalti? Əsas oyun əlavə oynanılıb, qalib müəyyən edilməyibsə, qalib mütləq müəyyən edilməlidirsə, bu halda belə desək ki, penalti təyin edilir. Penalti zamanında 9 metr 15 sm məsafə saxlanılır və birinci toxunuşdan qol sayılır. Birinci toxunuşdan qol sayılır. Ümumiyyətlə, penalti zamanı qapıcı qaydanı pozarsa, bu halda top qapıdan keçsə qoldur, keçməsə zərbə təkrar edilir. Əgər oyuncu qaydanı pozarsa, top qapıya daxil olarsa zərbə təkrar edilir və top qapıya daxil olmazsa sərbəst zərbə ilə yerinə yetirilir. Yəni, ümumiyyətlə, belə deyim, hər ikimiz də qaydanı pozmuş olsaq eyni vaxtda, burada top qapıdan geçsə də, qol olsa da, olmasa da sayılmayacaq. Müdafiə olunan komandanın xeyrinə sərbəst zərbə ilə oyun davam etdirilir. Ümumiyyətlə, oyuncuya da xəbərdarlıq edilir. Və hücum və müdafiə edən komandanın oyuncusu cərimə meydanına daxil olarsa, burada da yenə zərbə təkrar edilir. Gəldik, biz birinci toxunuşdan olan hallarda mərkəz, künc, qapı, cərimə, penalti zamanı birinci toxunuşdan top qapıdan keçərsə, qol sayılır. Bu haqda dedik. Gəldik, biz indi ikinci toxunuşdan hansı hallardır? Sərbəst zərbədir, mübahisəli topdur və yan xəttdir. Sərbəst zərbə nə vaxt olur? Kontaktsız əngəlləmə zamanı, meydan daxilində aldadıcı manevr olarsa, yəni kontaktsız əngəlləmə zamanı sərbəst zərbə aldadıcı, yəni topu əvvələ qabağa vurmayıb, arxaya aldadıcı manevr edərsə, bu halda sərbəst zərbə olur. Ofsayd zamanı sərbəst zərbə olur, yəni kart göstərilmir.
Sərbəst zərbə zamanı da yenə 9 metr 15 sm məsafə saxlanılır və ikinci toxunuşdan qol sayılır. Ümumiyyətlə ikinci toxunuşda əgər topu vuran oyuncu yenidən topa ümumiyyətlə topu vuran oyuncu yenidən topa toxunmaq edə bilməz. İkinci dəfə toxunuş edə bilməz. İkinci toxunuş belə deyil. Əgər vuran oyuncudan sonra top gedib qapıcıya qapıdan keçərsə bunun özü qol sayılır. Yəni ikinci toxunuşdur burada. Gəldik biz mübahisəli top. Mübahisəli top nə zaman olur? Mübahisəli topda top qüsurlu hala düşdüyü halda və ya hakimə dəydiyi halda. Əgər oyun zamanı top hücum edən komandada olaraq hakimə dəyib müdafiə olunur, elə bir belə deyim, elə bir vaxt yaranır ki, orada müddət yaranır ki, hücum edən komanda oynadığı zaman top hakimə dəyir və müdafiə olunan komandaya keçir. Bu halda mübahisəli topla oyun davam etdirilir. Mübahisəli top zamanı da 4 metr məsafə saxlanılır və ikinci toxunuş qoldur. Yəni top oyuna hakim tərəfindən daxil edilir. Top qüsurlu hala düşdüyü halda da dedik. Top oyuna hakim tərəfindən daxil edilir. Oyuncular 4 metr məsafə saxlayır. Ancaq belə deyək ki, canlı sədd yaranır burada. Rəqib canlı səddlə 1 metr məsafə saxlamaqla hakimdən topu götürür. Top oyuna daxil edilir. Gəldik yan xəttə. Yan xəttdə top nə zaman daxil edilir? Yan xəttdən top tavana dəyib, yan xəttdən oyuncuya dəyib çıxarsa, top çıxarsa kənara oyuna yan xəttdən davam başlayır top və topun arxa xəttə xətti tapdalamaq olmaz. Yan xəttin arxasında duraraq iki əllə baş üzərindən topu oyuna daxil edilir. Oyuncular topdan 2 metr məsafə saxlamalıdır. Bu halda da ikinci toxunuş mütləq olmalıdır. Yəni biz saydıq 5 halda birinci toxunuşdan qol sayılır, 3 halda ikinci toxunuşdan qol sayılır. Bu qədər müəllimlər çalışdım sizə bir balaca məlumat